mətbuat nümayəndələri, xanımlar və cənablar. İyulun 22-sində Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Azərbaycan Dünyası Partiyasının mətbuat konfransı keçirilib. Konfransda partiyanın sədri Fatma Əliyeva, sədrin katibləri, rayonlar üzrə müavinlər iştirak ediblər. Konfransın keçirilməsində əsas məqsəd iyulun 18-də Beynəlxalq Mətbuat Mərkəzində Ramiz Orucovun sədrliyi ilə keçirilən konfransda edilən açıqlamalara aydınlıq gətirmək olub. Partiya üzvləri çıxışlarında bildiriblər ki, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Fatma Əliyeva haqqında deyilən sözlər tamamilə yalan, şər və böhtandır. Heç adam özünə də sığışdırmır ki, belə bir sözü gəlib bu bir-bilə insanlar bura toplayıb, əziyyət verib, zəhmət çəkdirib, gətirib bura toplayıb kimsə bir adi, nəsə bir söz gəlsin, otursun burada, 2 nəfərə, 3 nəfərə, söz atsın orada. Ya bir adamın görüləsi işləri, yarım çıxarsın, gəlsin burada onlardan ötürü vaxtını keçsin. Mən heç cürə qəbul edəyim. Fatma Əliyeva onu da əlavə etdi ki, o, Demokratik Azərbaycan Dünyası Partiyasının sədridir. Partiyanın ondan başqa sədri yoxdur. Bu halda Əlisahib Hüseynovun kiminlə birləşəcəyi də sual altında qalır. Orada Esmirə xanımla Niyaz müəllim, hansı ki Əlisahib müəllimi yetkinliklə seçiblər. Əvvəli onlar nə nizamnamədən, nə qurultaydan, qurultayın nə olduğunu bilmir. Əlisahib indi qeyd eləyir, özünə bir hansısa sayta yerləşdirib partiyanın üzvüyəm yalan deyir. Partiyanın üzvü mənəm sizə biletimi də təqdim eləyəcəm. Neçənci ildən partiyadayam, şəxsən Məmməd Əlizadənin dövründən. Əlisahib bizim üzvümüz deyil. Fatma Əliyeva onu da qeyd edib ki, onun haqqında bu cür danışan və təhqirə yol verən insanlar məhkəmə qarşısında cavab verəcəklər. Mən müstəntiq qarşısında ağlamışam, həyatda olan deyil. Mənim sözüm varsa mən sözümü deməyi bacarıram. Sonda partiya nümayəndələri Demokratik Azərbaycan Dünyası Partiyasının sədrinin və partiyanın üzvlərinin haqqında deyilən bütün sözlərə görə məhkəmə qarşısında cavab verməli olduqları qərarını səsə qoydular. Qərar isə yekdilliklə qəbul olundu. İddia edilənlər haqqında hüquq mühafizə orqanlarına müraciət qəbul olunsun. Xahiş edirəm, səs verilsin. Kim tutanır?